Shein-dən sifarişlərim gəlib. Bir neçə vaxtdır ki, Shein-dən məhsullar sifariş etmək istirdim, lakin bunun yolunu bilmirdim. Ətrafımdakı insanlardan da soruşmuşdum. Heç kim məlumatı yox idi ki, Shein-dən necə sifariş edirlər. Mən də test üçün bir neçə məhsul sifariş etdim. Əlimə rahatlıqla gəldi, çıxdı və heç bir problem olmadı. İndi göstərəcəm ki, mən Shein-dən necə sifariş etmişəm. Bu haqda da YouTube-da video axtaranda faydalı bir kontent tapmadım. Heç kim izah eləməmişdi ki, Shein-dən necə rahatlıqla sifariş etmək olar. İndi sizə onu göstərəcəm. İlk öncə Shein-in rəsmi saytına girirsiniz. Rəsmi saytına daxil olursunuz. Ondan sonra özünüzə burada bir hesab yaradırsınız. İstəsəniz Google-la, istəsəniz Facebook-la da bu hesabı yarada bilərsiniz. Mən Google-la girəcəm. Mən e-mail-la daxil olacağam. E-mail-la daxil olduqdan sonra, məsələn, 1-2 məhsul hal-hazırda seçəcəm. Dəxlisiz random itemlar seçirəm. Bir şey qeyd etmək istəyirəm ki, məsələn, buradakı məhsul 7.50-dir. Mən bunu səbətə atacağam. Bunun üstünə 3 ya da 4 dollar əlavə pul gələcək. Bu da onun kargo puludur. Yəni, siz məhsulu alarkən kargo pulu artıq səbətdə görsənir. Siz əlavə kargo pulu verməyəcəksiniz. Məsələn, bu da bir 4 dollarlıq, bir də təxmini 7 dollarlıq. Yəni, totalda 11 dollar olmalıdır. Amma mən səbətə daxil olanda burada görürəm ki, 13 dollardır. Bunun ümumi qiyməti. Bu da deməkdir ki, artıq kargo pulu bu məhsulun üzərinə əlavə olunub. Sonra check-out'a gedirəm. Yəni, səbətimi artıq onaylamağa keçirəm. Burada vacib olan nöqtələrdən biri, siz adınızı yazırsınız. Mən ingilis hərflərindən istifadə edəcəm. Burada ən vacib şey nömrənizi düzgün qeyd etməyinizdir. Çünki sifarişinizi sizə təhvil verərkən nömrə vasitəsilə əlaqə saxlarlar və hara çatdırmaq lazım olduğunu soruşurlar. Məsələn, mən nömrəmi yazacağam. Belə bir nömrə. Seçəcəm Azərbaycan. Burada yoxdur. Yəni, Abşeron seçsəm, Bakı gəlməlidir. Bakı. Və vacib məsələlərdən biri də poçt indeksidir. Poçt indeksinizi mütləq düzgün qeyd etməlisiniz. Çünki həmin indeksə görə sizin zonaya gətirəcəklər. Mənim poçt indeksim azı 1073-dür. Bunu da istədiyiniz kimi Google search edərək asanlıqla tapa bilərsiniz. Ya da tapa bilməsəniz, qaldığınız evə ən yaxın poçta gedib onların adresini və yaxud da indeksini soruşa bilərsiniz. Okay, bura sadəcə 1073 yazmalıyam. AZ-ni sildim. Məndə adres Cavid Prospekti, atıram 736-dır məsələn. Apartment nömrəsi. Bura isə istədiyiniz detalı qeyd edə bilərsiniz. Evinizin nömrəsi, qapınızın kodu, blokunuzun nömrəsi və s. istədiyiniz əlavəni eləyə bilərsiniz. Bunu save elədikdən sonra, yaddaşa yazdıqdan sonra ödəniş hissəsinə Apple Pay və yaxud da kredi kartı detallarını yazaraq ödəyə bilərsiniz. Mən Apple Pay seçmişdim. Apple Pay ilə rahatlıqla ödəniş etdim. Və totalda gördüyünüz kimi 14 dollar gəldi. Təxmini 3 dollar. Deməli, 8.56 oldu. O bir də 4.74. Təxmini 3 dollar əlavə ödəniş gəldi bunun üstünə. O da ki, onun kargo puludur dediyim kimi. Ödənişi ödədikdən sonra təxmini 2 həftə ərzində gözləməlisiniz. Kimsə sizə zəng edir və sifarişinizin hara təslim edilməsi barəsində sizdən soruşur. Siz də evinizin adresinizi deyirsə və sizin evinizin adresinə gətirir, sifarişinizi təhvil verir. Bu qədər. Məndə də elə oldu. Zəng elədilər, soruşdular hardayam. Evimin adresini dəqiq olaraq onlara izah elədim və gətirib paketimi verdilər. Bu qədər sadə. Hal-hazırda səhifədə gördüyünüz mənim verdiyim sifarişdir. Test üçün verdiyim sifariş olub. Bunu 29 may sifariş etmişəm və mənə ayın 10-u gəlib çatdı. Təxmini 11 gün sonra mənə çatdırılma edilib. Yəni, heç 2 həftə olmadan, 14 gün bitmədən mənim sifarişlərim artıq mənə təhvil verilmişdi. Gördüyünüz kimi 48 dollarlıq sifariş etmişəm. Buna kargo pulu da daxildir, vurğuluyuram. Səhv etmirəmsə 9 dənə item almışam. 9 dənə məhsul almışdım və hamısına 48 dollar ödəmişdim. Əgər proseslə bağlı daha detallı bir sualınız varsa, zəhmət olmasa kommentlərdə yazın. Mən hamısını cavablandırmağa çalışacağam. Əgər bu kontent sizə maraqlıdırsa, kanalıma zəhmət olmasa abunə olun. Və digər saytlardan sifariş qaydasını bilmirsinizsə, onları da yazın. Onlardan da sifariş edib sizə nümunə kimi göstərə bilərəm. Təşəkkürlər.